Pesah kimi tanınan Passover, Yahudi dininin ən müqəddəs bayramlarından biridir. Bu bayram, Tanrının ilk doğulanlara göndərdiyi bəlanın Yahudi evlərinin yanından keçməsi və İsraillilərin Misirdə köləlikdən azad olunmasını əhatə edən müqəddəs kitabdakı Exodus hekayəsini xatırladır. Bayram İvrit təqviminin Nisan ayının 15-ci günündə başlayır, bu da Mart və ya Aprel aylarına təsadüf edir və 21-ci və ya 22-ci günündə başa çatır. Bayramın müddəti qeyd edənlərin yerləşdiyi yerə və ənənələrinə görə 7 və ya 8 gün davam edir. İsraildə yaşayan Yahudi ailələri 7 gün, diasporada yaşayanların çoxu isə 8 gün qeyd edir. Bayramın qeyd olunması ailədən ailəyə, onların nə dərəcədə ənənəvi və ya ortodoks olmasından asılı olaraq dəyişir. Lakin ən yayılmış Passover fəaliyyətlərinə adətən seder mərasimləri, çoxlu matça yemək və cari sosial ədalət mövzuları ətrafında müzakirələr daxildir. Seder, Passover'ın birinci və ikinci gecəsində keçirilən dini mərasimdir və süfrə ətrafında baş tutur. Burada iştirakçılar dua edir, yemək yeyir, mahnı oxuyur və Haggadah adlı kitabın köməyi ilə Exodus hekayəsini yenidən danışırlar. Passover seder süfrələrində tez-tez müəyyən məna daşıyan xüsusi qidaların az miqdarda yerləşdirildiyi bir boşqab olur. Bunlara qızardılmış sümük, yumurta, müxtəlif acı otlar, məsələn xren, alma, qoz və şərab qarışığından ibarət haroset, adətən cəfəri olan karpas, 3 ədəd matça və duzlu su daxildir. Bundan əlavə, Passover yeməyi matça şorbası, gefilte balığı və mal əti brisketi kimi ənənəvi yeməklərlə təqdim olunur. İsraillilərin Misirdən tələsik çıxmasını xatırlatmaq üçün onlar o qədər tez getmişdilər ki, çörəklərinin qalxmasına vaxt olmamışdı. Passover müddətində mayalı qidalar, yəni buğda, yulaf, çovdar, arpa və speltdən hazırlanan məhsullar ümumiyyətlə yeyilmir. Matça Passover üçün xüsusi hazırlanır ki, un mayalanmasın. Bu əsas ənənələrdən əlavə, Passover çoxlu digər mərasimləri də əhatə edir ki, bunlar düşünmək, qeyd etmək və hər şeydən əvvəl daha geniş icmaya təşəkkür etmək üçün imkan yaradır.